İndi mən izah edəcəyim, siz də baxın. Bu cümlələri bir abituriyentim yazıb. Deməli, dərslər başlandı. Baş, plus, la, plus, n. Dərslər kimsə tərəfindən başlanır da, düzdür yoldaşlar. Dərslər kimsə tərəfindən başlandığı üçün nə götürəcəksiniz bunu? Məchul növ. Bu haqda çox fikirləşirəm. Dedik ki, əgər bir fiilin kökü atdırsa, biz onu nə götürəcəyik? Hansı qrammatik məna növü götürürük? Məlum növ. Fikir sözündən fikirləmək olmur axı. Bu səbəblə də fikirləşmək olduğu üçün bir fiilin kökü əgər atdırsa, isim, sifət, say, əvəzi, zərfdirsə, hansı qrammatik məna növü götürürük? Məlum növ. Dostlar məktublaşdılar. Məktub sözün köküdür. Məktublamaq sözümüz var? Xeyr. Deməli, məktublaş kökü olduğu üçün yenə götürəcəyik məlum növ. Bu söhbətdən sonra dostumdan uzaqlaşdım. Uzaq sözünün üstünə uzaqlamaq olmur, uzaqlaşmaq olur. Deməli, götürəcəyik məlum növ. Sonra kitablar oxumaqdan oxunmaq. Kitablar kimsə tərəfindən oxunursa, biz bunu nə götürürük? Kitablar kimsə tərəfindən oxunursa nə götürürük? Məchul. Cəmiyyət meydana toplaşdı. Topdan, yəni əhali sanki topasından toplamaq yaranır. Toplamaqdan da toplaşmaqdır. Nəticədə oldu birgəlik növ. Güllərin ətri ətrafa yayıldı. Yaymaqdan yayılmaq. Güllərin iyin, qoxsun, ətrafa kimsə yayır. Xeyr. Özü özünə yayıldığı üçün nə götürəcəyik biz bunu? Qayıdış növ. Qumbara atıldı. Qumbara öz-özünə atılmır ki, qumbaranı kimsə atdığı üçün nə götürürük bunu? Məchul növ. Baxırıq 9-a. Deyirsən ki, toy zalını hazırlatdır. Dedik ki, təsirlidən düzəlib təsirli olursa və işi, hərəkəti üçüncü bir insan icra edirsə, biz onu nə götürəcəyik? 3 vardır. Çəmənlər yaşıllaşdı. Yaşıl sifətindən yaşıllamaq olmur. Yaşıllaş olduğu üçün bir fiilin kökü artdısa, biz buna məlum növ deyəcəyik. Əskər anası ilə halallaşdı. Halal, halallaş, yenə məlum növ. Deyirəm ki, uşağı döydür. Mən dedim, sənə dedim, sən ki mən sizə icra etdirdiyin üçün olacaq icbar növ. İdmançılar döyüşdülər. Döyməkdən döyüşmək. Necə döyüşürlər? Qarşı-qarşıya. Deməli olacaq qarşılıq növ. Otaq təmizləndi. Otaq kimsə tərəfindən təmizləndiyi üçün götürəcəyik məchul növ. Tarix təkrarlandı. Təkrar, təkrarlamaq. Tarixi kimsə təkrarlayır. İstəyir bu abituriyent nəzərdə tutsun, şagird nəzərdə tutsun. İstəyir tarixin özünü təkrarlamağı nəzərdə tutsun. Yəni, hər hansı bir hökmdar tarixi təkrarladığı üçün tarix təkrarlandı. Götürəcəyik biz bunu məchul növ. Mən dostumla üzləşdim. Üz plus ləş oldu məlum növ. Oturacağın ayağı qırıldı. Kimsə qırmalıdır da oturacağın ayağı. Öz-özə necə qırılsın? Nə götürürük bunu? Məchul. Gəldik. Atam paltosunu soyundu. Qayıdış növdür. Özü öz üzərində icra edir. Köz alovlandı. Alovdan alovlamaq sözümüz yoxdur. Alovlamaq yoxdur. Alov plus lan olduğu üçün olacaq məlum növ. Meydan sıxlaşdı. Deməli, nə götürəcək? Meydanda cama sıxlaşdı. Deməli, nə götürəcək bunda? Yenə məlum növ. Futbolçular seçildi. Futbolçular kimsə tərəfindən seçildiyi üçün nə götürdük? Məchul növ. Demişdik ki, görünməyi həmişə nə götürək? Qayıdış növ. Görünməyi həmişə götürürük, qayıdış növ. Əllərim sobada qızındır. Qızınmaq nədir? Qızarmaq sadədir. Qızdır düzəltmədir. Qızınmaq da düzəltmədir. Deməli, biz qızınmağı nə götürəcəyik sizcə? Qayıdış növ. Özü öz üzərində. Payızda yarpaqlar saraldı. Saral sözün kökü olduğu üçün məlum növ götürdün. Güllə kimsə tərəfindən atıldığı üçün məchul növ götürdün.
Vəziyyət qarışdı. Qarışma sadə fe'l olduğu üçün biz bunu götürəcəyik məlum növ. Məlum növ. İndi anam yemək hazırladı. Hazır sifətindən hazırlamaq oldu məlum növ. Quyunu kimsə qazdığı üçün oldu məşğul növ. Çünki gördüyün kimi obyekt cümlənin mübtədasıdır. Ürək özü özünə döyündüyü üçün sən ona deyəcəksən qayıdış növ. Valideynlər məktəbə valideynlər toplaşdılar. Nə götürəcək bunda? Birgəlik növ. Belə yoldaşlar. İndi buyurun. En çok kimde oldu cevap? Zeynep Allah verdiği var. 30 sonra 25'ine doğru yazdı. Gruptan en yüksek netice Zeynep'dedir. 25 düz. Şimdi burada ne anlamadınız ki siz böyle bu şekilde yazdınız? Sadece biraz analiz etmək lazımdır. Biraz baxmaq lazımdır. Əgər bir fiilin kökü artdısa biz nə götürməliyik? Məlum növ götürməliyik. İş görənin özünün üzərində icra olunubsa nə götürməliyik? Qayıdış götürməliyik. İşi görən var, amma kim olduğu dəqiq bəlli deyilsə məşğuldur. İş qarşı-qarşıya icra olunubsa qarşılıqdır. Bir yerdə icra olunubsa birgəlikdir. İşi üçüncü bir şəxs icra edibsə icbardır. Quruluqca üç cürdürsə məlumdur. Obyekt və subyekt birləşibsə, obyektlə subyekt ikisi birləşibsə, hansı növ olacaq? Qayıdış növ olacaq. Bəli, qayıdış növdür. Sonra hansı qrammatik məna növdür ki, orada ümumiyyətlə mübtəda olmur, nə də ona təsəvvür edə bilmirsən şəxs üzrə. Bəli.